Arilər kim idi? Arilərin farslara, Hind-Avropalılara aidiyyəti varmı? Məşhur İranşünas fars tarixçisi Nasir Pirpurar 12 əsr sükut kitabında Hind-Avropa nəzəriyyəsini və Ari-Aryan nəzəriyyəsini alt-üst edir. O burada Aryanların, Arilərin, Hind-Avropalılara, farslara heç bir aidiyyəti olmadığını qeyd edir. O həmin kitabın səhifə 93-də Arilərin xüsusiyyətlərini sadalayır. Onlarda ərənlik və ərginlik təqdir edilmiş, qəhrəmanlıq ruhu, yenilməzlik və düşməni yenmə, gözlənilməz hadisələr qarşısında dirəniş və dözüm ən yüksək ərmişlik və yetişkinlik həddinə çatmışdır. Ailəyə, tayfaya, qəbiləyə və əşirəyə sayğı ilə yanaşır və ictimai həyat nailiyyətlərini qorumaq və qurmaq üçün hazırlıqlı idilər. Hiyerarxiya təmkini, hakim nizama etiqad və məsuliyyət onların həyat tərzlərinin bir parçası idi və müxtəlif həyat çətinlikləri və daimi düşmənlərin mövcudluğu düşüncəsi üzündən birləşdiyi və ictimai vəhdəti qoruma onların səciyyəvi özəlliklərinə çevrilmişdir. Qərbi Asiyada və indiki İranın müxtəlif bölgələrində Arilər zühur tarixindən başlayaraq mövcud edilən tarixi qalıntılar göstərir ki, onlar daimi əxlaqlı və dindar olaraq yaşamışlar və hətta ömürlərinin ən çətin və gərgin vaxtlarında belə fəzilətin, təqvanın, şərəfin, mərdliyin, mürüvvətin və insanlığın ən yaxşı örnəklərini ifadə etməyə, sərgiləməyə çalışmışlar. Dostlar, indi gəlin baxaq görək. Bu Arilərin əsas vaxtları əsasən götürülür. Eradan əvvəl 8-7-ci əsrlər, 6-cı əsrlər. Bu dövrlərdə baxın görək, bu təqvalı, Allaha inanan, ən çətin vaxtlarında belə təqvalı olan, törəyə uyan, böyüklərə hörmət edən, ata kultu olan, böyüklərə, dövlət başçılarına ata deyən, dövlətin müqəddəs sayan bir toplum. Farslar, Hind-Avropalılar həmin dövrdə atəşpərəst idi. Bunlar atəşə tapınırdılar. Bunlar hələ o vaxtı tək yaradan, tək Allah, tək Tanrı nədir bilmirdilər. Bunların deməli Arilərə aidiyyəti yoxdur. Gələk bunların döyüş vəziyyətinə. Bunların ilk dəfə tarixdə döyüşü eradan əvvəl 5-ci əsrdə sonuncu Midiya hökmdarı Astiaqa qarşı, Midiyalılara qarşı döyüş olub. Orada da Kuruş farslara silahlanın deyəndə Herodot oxuyun görəcəksiniz. Deyir ki, oraklarınızla silahlanın. Yəni farsların eradan əvvəl 5-ci əsrdə döyüş sursatı oraq idi. Bunların nə qılıncı var idi, nə nizəsi var idi, nə atı var idi, heç nəyi. Amma türklər geriyə ox atma, at üstündə döyüş manevrləri, belə şeylərlə məşhurdur tarixdə. İndi gəlin görək, bu Arilər atəşpərəst farslara, Hind-Avropalılara uyğundur, yoxsa tanrıçı, döyüşkən türklərə uyğundur. Qərar sizindir.